Sarılaq səbr ipinə, düşək quyu dibinə. Quyu saraya dönər, səbr etməyi bilənə. Səbir həqiqətən də bir çox insanların həyatını dəyişən, çox sehirli bir davranış şəklidir, sehirli bir qüvvədir. Əlbəttə, bunu tənbəlliklə və qorxaqlıqla qarışdırmamaq lazımdır, bu da öz yerində. Səbir, təmkini qorumaq, düşünərək hərəkət etmək, ehtiyatı əldən verməməkdir. Səbir həmçinin hadisələrə fərqli bucaqdan baxa bilməkdir. Deyirlər, Sokratın xanımı çox danışan imiş. Bir gün yenə ərinə nə gəldi deyir, Sokrat danışmır. Xanımı nə desə də Sokrat dinmir. Axırda xanımı hirsindən özündən çıxır, içində su olan ləyəni onun başına boşaldır. Sokrat isə sakitcə deyir, bu qədər göy guruldayandan sonra leysan yağacağını bilirdim. Hadisəni eşidənlərdən biri belə deyir, adamdakı elmə bax. Başqa biri, adamdakı hazır cavablığa bax deyir. Bir başqası isə adamdakı səbrə bax deyir. Yəni, eyni hadisədə insanların baxış bucağı fərqli ola bilər. Səbirli, təmkinli olmaq deyəndə, bu təkcə insanın özünün o hadisəyə fərqli yönlərdən baxması demək deyil, başqalarının da bu hadisəni fərqli oxuya biləcəyini düşünmək deməkdir. 3 nəfər təyyarə ilə gedirmiş. Yolda təyyarə xarab olur, pilot deyir, cəmi 3 paraşütümüz var. Biri mənimdir. Bunu eşidəndə, mən yaşda böyüyəm deyib, biri çantanı götürüb tullanır. Mənim pulum çoxdur, bu da mənim haqqımdır deyib, o biri də tələsik birini götürüb tullanır. Pilot üçüncüyə baxır, üçüncü isə deyir, nəyi gözləyirik, necə istifadə ediləcəyini deyin, tullanaq. Pilot təəccüblənir, necə olur, axı sənə paraşüt qalmamışdı. Adam deyir, ikinci tullanan mənim səfər çantamı götürüb. Bəli dostlar, tələsmək bir çox hallarda insanın yanlış qərar verməsinə səbəb olur. Səbir kasanız geniş olsun dostlar. 2 sözlə, 2 hərəkətlə dolub daşmayın və hadisələrə hər tərəfli baxmağı bacarın. Yeri gələndə başqaları ilə məsləhətləşin. Özünüzü də fikirləşin, ailənizi də, cəmiyyəti də, qazancınızı da, zərərinizi də, hər birini görməyi öyrənin. Bu, məsələnin birinci tərəfi. İkincisi, nə edəcəyinə qərar verdikdən sonra bu yolda nə etmək lazımdırsa zəhmətdən çəkinməmək, əziyyətə qatlanmaq, var gücü ilə çalışmaq lazımdır. Oxumaq lazımdırsa oxumaq, yeri gələndə az yatmaq, yeri gələndə az yemək, az danışmaq, çox işləmək, çox çalışmaq, yəni zəhmətsiz rəhmət olmur. Bu işin qaydası budur. Səbirlə tənbəlliyi də qarışdırmayın. Təmkinlə götür-qoy edin, bundan sonra isə ləngimədən hərəkətə keçin. Üçüncüsü isə, nəticə nə olursa olsun, bəlkə belə xeyirlidir deyərək təvəkkül etmək. Doğru bildiyin yolda təmkinlə və əzmkarlıqla çalışmağa davam etmək lazımdır. Nəticə olaraq, nəticəyə hər zaman fərqli baxışla baxmağı bacarmalıyıq. Həqiqətən də, bəlkə belə olması daha xeyirlidir.